şikəstə Gedib o günlərim olmuşam xəstə Malqaz yandan gələn mənim dəli könlüyəm Dəli könlüm hep şad olub gülmədi Qohum qardaş dost dərdim bilmədi Sərx bələyək bir cəvlad vermədi Onu edirdim də qalanı mənim neynəyi Neynəyi, neynəyi anardıram Dıqım anardıram, dıqıma dərdiram Salam aleyküm, xoş gördük sizi. Necəsiniz? Necəsiniz? Hoş geldiniz. Biz bugün bölgə TV olaraq sizin kəndinizdəyik. Sizin kəndin adət-ənənələrin, milli mentalitetin, kulinariyasının bizi izləyən tamaşaçıların diqqətinə çatdıracağıq. Qarasaqqallı kəndində vəziyyət necədir? Gündəlik həyatınız necə keçir bu kənddə? Belə elə bir işdə, gücdə olub, belə bekar vaxtlarımızı gəlib burada gününü keçirdirik. Belə olaraq mədəniyyət evinə, yəni öz minnətdarımızı bilirik. Yəni belə şəraitlər yaradılıb. Bizə beləcə azad vaxtlarımızı gəlib keçir. Belə vaxtı işlə, güclə, əsas elə ki, bizim cəmaatımız kənd təsərrüfatına məşğul olurlar. Beləncə əkindir, biçindir, bu yay, qış, beləncə mal-qara təsərrüfatla məşğul olurlar. Əziz tamaşaçılar, adətən artıq mən neçə dənə kəndləri gəzmişəm. Orada bəzilərində klublar var, bəzilərində yoxdur. Həqiqətən də Qarasaqqallı kəndində bugünkü gün belə bir bina var və klub kimi fəaliyyət göstərir. Bizim kəndin tarixi keçmişinə nəzər saldıqda, bizim kəndin məsələn tarixi əslində gedir çıxır. Bugünkü Çarlar kəndi var ha. O Çarlar kəndində olan o orada bir nədir o Xoruzlu pir deyilən bəli sitayiş yeri də, yəni cəmaatın sitayiş etdiyi bir pir də var. Yəni deyilənlərə görə bizim məsələn kəndin üzü yuxarı axın etməsi, evlərin yer dəyişməsinin səbəbi su ilə bağlıdır. Bu kəndin suvarılması, yəni bu kənddə su istifadəsi yalnız Girdiman çayı vasitəsilə deməli təmin olunub. Yəni bu ərazilərin yenə də bayaq fikrim yarımçıq qaldı. Girdiman çayı üstündə olması birbaşa bu torpaqların deməli cənub şərqindən Azərbaycanın şimal deməli cənub şərqdən şimal qərbə, deməli Girdiman çayı boyunda buranın bir karvan yolu olması, istifadə yolu olması, köçəri maldarlıqla əlaqəli çox strateji əhəmiyyətli, uyğun bir yer olması kimi bəli bu gün biz bu haqda danışa bilərik. Məsələn, kəndin adı ilə bağlı bizim kəndimizə Qarasaqqal kəndi deyirlər. Yəni mənbələrdə baxanda Qarasaqqallı kəndi kimi gedir və çox uzaq keçmişə getməsək belə demək olar ki 40, 50, 60 il bundan əvvəlki sənədləşmələrdə də kəndimizin adı Qarasaqqallı kimi qeyd olunub. Amma sonra Qarasaqqal kəndi kimi yəni sənədlərdə öz əksini tapıb bu gün Qarasaqqal kəndidir. Qarasaqqal sözünün bu toponim kimi mənbəyini araşdırmada müxtəlif fikirlər ortalığa çıxır. Bir Qarasaqqallı adamın saldığı kənd kimi, oba kimi. Amma biz məsələn adətən türk dillərində, türk sözlərində qara sözü adətən böyük məna kəsb etdiyi üçün, böyük kimi başa düşüldüyü üçün əsasən qara sözü məsələn bizim bütün ədəbi dilimizdə, yazı mənbələrimizdə böyük olanlara, özünü böyük kimi göstərə bilənlərə bu qara adı verilir. Məsələn, qara tariximizdə şəxsiyyətlər var ki, Qara Yusif, Qara İskəndər. Məsələn, coğrafi ərazi kimi məsələn bizim Qarabağımız. İndi də gəlmişik bir fermer təsərrüfatına. Bura həqiqətən də fermer təsərrüfat deməzdim. Çünki burada çox gözəl bir şərait qurulub. Həqiqətən də salam aleyküm, xoş gördük. Necəsiz? Xoş gəlmişsiniz. Çox sağ olun, minnətdaram sizə. Çəkilmisiniz dağlara. Amma bura dağ deyil də arandır. Ancaq Şamaxıdan, İsmaildən, Qəbələdən bura bu fəsildə istirahətə gəlirlər. Bilsinlər ki, Kürdəmirdə beləsinə bir yaratmaq olur şərait. Mən baxdım, görüm sizin suyunuz da var burada. Hər bir şey. Ağacınız da var, təsərrüfatınız var. Maşallah bir insana lazım olan hər bir şey var burada. Belə ki, buranla bizi tanış eləyin. Burada ballarınız var, arılarınız var. Arı, nə deyirsən saxlayıram. Biz bazardan bir dənə şey almırıq. Kartuşkası, soğanı, kəndçi da kəndçi olur da. Hər şey özü istehsal edirik. İstəyir, özüm istəyir, yanımda işləyən hamısını biz özümüz əkirik, özümüz becəririk.
Ha, bu arı neçə yeşi arı ailəniz var təsərrüfatda? 70. 70 maşallah. Buna görə hər hansı bir subsidiya alırsınız? Yox. Əvvəllər alırdınız. Qabaq bir aldıq, ondan sonra da İndi verilmir arı verilmir. təsərrüfatına. Verilmir, xərci də dərman tapılmır, biraz xərci çox çıxır. Məhsul da əsas bir dəqiqə 1 tonacan balım var. Məhsulu satamağa biraz çətinlik çəkirik. Kürdəmirin balı Hələ. necə olur? Kürdəmirin balı bir dəqiqə indi Dobra. verərəm baxarsınız Yox. dadına. Dadına deyir, aparmağa demir. Bizdə 7 var apardı yox. Bizdə də 7 var, apardı yoxdur. Baxarsınız, o düzdür, Kəlbəcər balı, o müqəddəs yerimizdir oralar. Oranı yaxşı deyil, ancaq yeyən, baxan Kəlbəcər balından da dadlı bal. İndi deyirsiniz ki, 1 ton balınız var. Bir dəqiqə bir tona can, hələ bir il arını çəkməmişəm balın. İndi bir 15-20 günə çəkəcəm. Ancaq hələ keçənki balım durur. İndi bu il bu çəkəndə neçə kiloqram indi məhsul əldə götürürsünüz? Aşağısı 1 tona, indi əsas hava iqlimdən asıldı, 1 tonacan verə bilər. Ha, oldu 2 ton balınız. Qalır bunu satmaq. Və buna baxın zəhmət olmasa. Bu şəftəlidir. Həqiqətən də Aran zonasında, Kürdəmirdə. İyi bura kimi gəldi. Bəli, Kürdəmirdə bu meyvələr əkilir, becərilir. Deməli, əksən bizim torpaqlarda da çox olur. Hektardan yuxarı bağ salmışam. Nə meyvəsidir. Dağdan, moruqdan belə indi göstərəcəm. Moruqdan belə dağdan gətirmişəm. Bir dənəsinə pul vermirik, hamısını buradan Bu verir. torpaqlar münbitliyi girdimana görədir, yoxsa? Torpaq hamısı eyni şeydir. Torpağa gərək baxasan. Sək olar. Torpağa gərək canlandırasan. Kübrəsin, peynin, özümüzdə heyvan qara saxlayırıq. Bütün peyni biz kübrə yerinə istifadə Təbii edirik. gübrədən istifadə gübrədə, edirsiniz. hə, təbii gübrə. Hal-hazırda Qarasaqqallı kəndini gəzirik. Burada Qarasaqqallı kəndinin cümə məscididir və burada gördüyümüz kimi mərasim evi də tikilir. İnşallah kənddə aldığımız məlumata görə bu ilin axırına mərasim evi də artıq fəaliyyət göstərəcək. Bu ilin sonunda kəndin hüzur məclisləri bu gördüyünüz mərasim evində keçiriləcəkdir. Allah tikənlərin, quranların canını sağ eləsin. Davam edirik. Gördüyümüz kimi bu yoşandır. Bunun xüsusi ətri var. Həqiqətən çox gözəl ətri var. Əsasən Aran bölgəsində çox yetişir bu bitki və burada olan heyvanlar bundan yeyir və əti həmişə dadlı olur. Böyüklərimiz daha yaxşı bilər. O yorğana döşəyə deyirlər sus düşür. Bunu o yorğan döşəyin arasına da qoyanda ora sus düşmür da. Davam edirik. Həqiqətən də Qarasaqqallı kəndi çox maraqlı kənddir. Bu kənddə olmağa həqiqətən də dəyər. Bu gün biz buradayıq. Davam edirik. Belə qara mal götürəndə 50-60 var qara maldır. Bir 15 başları camışdır. Camış deyirlər. Camışçılığı inkişaf edir sizin kənddə. Bəli, bəli. Adətən deyirlər artıq o nəsli kəsilir kəndlər. Yox, inkişaf var. Bizim məsələn kətdədir, Sabirabaddadır, Saatlıdadır. Yəni bu kətlərdə Var hələ də. bu rayonlarda. Kürdəmir rayonunun Qarasaqqal kəndində var. Topaləsənli Şıxamla deyirlər. Onlarda var. Adətən də qonşu rayonlarda. Camışın da südü qatığı tam başqa olur da. Bəli, bəli. Südü neçə manata satılır litri? Onun sütü inəkdən fərqlidir. Yağlılığına görə. Hə, deyirsən. bəli, bəli. Məsələn, yağında da fərq var. Yağın məsələn ağdır. Camışların həqiqi yağı ağdır. Batdın. Naxır deyirlər də, naxır. Naxır adətən yayda yaz qabağı olur, yazda başlayır da. Yazda elə bil ki, mallar çıxır naxıra gedir. Deməli, naxır neçə gündən bir düşür? 15. 15 gündən bir Bəli, düşür. 15 günə 3 ret deyirlər. Bəli. Hə, bu simen deyirlər yəni. Bu gün səndir, sabah odur, o daha bir gün o birisi. Getməyən də yerinə pulla gedirlər. Və kimsə gedir. O gedir, hə. O neçə olur? O heyvan elə bir ki, bir heyvan 7-8 manata düşür. 7-8. Mən bu günlərim 4 dənə heyvanım varsa 8 manatdan eləyir 8-8 manat, o da 16.
Belə yəni 32 manat. 32 manat elə. Nətərdir, mal-qara saxlamaq çətindir indiki dövrdə. Hələ ki yaxşıdır. Bu biçinlərdən sonra daha şum vaxtına kimi yaxşıdır. Öz sahəniz var, əkirsiniz, becərirsiniz, Bəli, var, düzdür. Nə var. əkirsiniz əsasən? Arpa əkirəm, buğda əkirəm. Bu il necə oldu məhsulları? Pis də olmadı, yaxşıdır. Kətdə arpanın qiyməti neçədir? 30-a oldu, 29-a oldu. Keçən ilə 28, baxanda 27 ucuz yox. idi, yoxsa bax idi bu il? Yox, baxır indi arpanın qiymətinə, təmizliyinə, Keyfiyyətinə. Yəni təmiz arpa 30 qəpik, 35 qəpik idi. Amma zibilli 27 qəpik. Ay sağ. 27-28 qəpik. Oldu qardaş, yorulmayasan. Sağ ol. Allah şovan diləsin. Çox sağ ol. Biz Qarasaqqallı kəndinə yenicə daxil olmuşuq. Qardaşı gördük burada. Heyvanlara örüşə deyirlər də, örüşə aparırsan. Bu gün də deyəsən 38 dərəcə isti olacaq. Olsun. 38 dərəcə Biz vərdiş vermişik. bəli, 38 dərəcə al gün altında heyvanlar örüşə aparır otarı. Bu kəndə gəlib sizə gəlməmək məncə olmazdı. Allah xətrinizi əziz eləsin. Kənddə necədir vəziyyət? Çox Qarasaqqallı yaxşı, kəndində. çox gözəl, qəşəng. Elə şəhər stili ilə yaşayırıq adı kətdə. Hər şeyimiz var. Bax, bulağımız var, su gəlir müntəzəm. İşığımız yanır müntəzəm. Qazımız gəlir. İşığımız gəlir. Hamısı öz qaydasında. Yolumuz da ki, maşallah qaymaq kimi. Qabaq çətinlik çəkirdik yoldan. O da Allaha şükür düzəlib. Çox rahat yolumuz var. 10-15 dəqiqəyə rayonuna gəlib çıxmaq olur. Çox qəşəng, çox yaxşı. Bu adı kətdir. Özü şəhər qaydasında yaşayırıq maşallah biz. Bəli. Heç bir şeydən Əsas çətinlik. yola da yaxınsınız siz. Bəli. Yola da yaxınıq. Aləmi toylarda çox olmusunuz. Əvvəl keçmiş toylarla indiki toylarda arasında fərq çoxdur. Çox böyük fərq var Nurlan müəllim. Hesaba gəlməz qaydada fərq var. Qabaq belə deyirdi axı. Qabaq toylar palatka toyları keçirirdi. Uzun müddətli. Saat məsələn biz 8-də 9-da olurduq toy yiyəsinin qapısında. Ki uzaqdan gəlin gəlməsi var, filanı var. Gecə saat 2-də 3-də də qutaranda sevinirdik ki, nə tez qutardıq. İndi maşallah, indi Allah var eləsin, heç söz yox. Qabaqkindən çox mədəni keçir toylarımız, çünki bu şadlıq öyləri elə toy yiyəsinin özünə də məsələn bir rahatçılıqdır da. Bir dəst kostyumun geymək olur da, bunun çətin işi. Amma onun ləzzəti dadı olmur da. Əlbəttə ki, indi yenə də mən palatka toylarına gedirəm. Çox palatka toylarında oluram da bu ucqar rayonlarda. Həmən ki, ənənəni yaşadırlar. Vallahi adama çox xoş gəlir. Aşıq Bilal eşitmişəm, mən nəfəsi ilə ləmpə sönüb. Bu aşıqlar var, bəli, bu aşıqlar olub. İndi elə yerdən çıxan hamısı götürür, zadı ağzına mikrofonu deyir, mən də aşıqam, mən də aşıqam. Onlar aşıq deyir, qardaş. Onlara dirənsən ki, bir dənə, dur günlə, elə baya boy oxu günlə, heç sahası bir kəlmə oxuyamayacaq. İndi toylara bəli, getmişəm, safari ilə getmişəm, tək getmişəm. Vəbşey olub da mən toy İdarə eləyib, tamadalıq eləyib. bəli, tamadalıq eləmişəm. Musiqiyə elmi inayan, qədirdə milyona dəyər. Əsərin aleyni, Arif üçün cana dəyər. Musiqiyə hər xəstiyə aləmdə əgər olsa yəlayaz. Bu təbabət elmdən min, çare-i loğmana dəyər. Əziz dostum, çınar ki var, kölgə salar uzalanda. Əziz dostum, çınar ki var, kölgə salar uzalanda insan hər vaxt qanar həyat əldən düşüb qozalanda. Yaradana min ox atar bəzilər bacalanda. Bu həsrətdən həyat yanar, od tutub alovlanar. İnsan həyat nədir qanar, əldən düşüb qozalanda. Düşmüsən işi qozağın üstünə.
öldür. Bugünkü gündə saflıq da qocalardadır. Hörmət də qocalardadır. Xeyir də, bərəkət də qocalardadır. Nurlan müəllim. Sağ ol, sağ ol. Sağlam canıda, hörməti də insan cavanlığında qazanaq ki gərək. Onu gələcəyində, onu o büdcəsi olsun. Allah canı sağ eləsin. Sağ ol, çox sağ ol. Sənin bu başında gəldiyin yoldaşlarınla bir yerdə. Hamınız əziyyət çəkirsiniz. Hamınız bax belə işlər görürsünüz. Hamısının bu işlərin bir gələcəyi var. Bunun nə vaxtsa sizə verilən böyük bir qiyməti var. Sağ ol, çox İndi ona görə darıxmayın. Vaxt var. Hə. Bəli, bəli. Hə. Odur ki, Keçmiş toyla, hə, saval danış. odur ki, Allah canınızı sağ eləsin. Hə, siz maşallah elin cəmaatına baxın, indi nə yaşınız var ki, olsun 30, olmaz da heç bəlkə də 30-dan da az olar ya Var. bir neçə olar. Amma çox maşallah böyük hörmət qazanmısınız. Çox sağ olun. Hörmət qazanmağınızın da səbəbi yaddan çıxanları yada salmağınız. Bu ənənə yaşamalıdır. Vallahi həyat onda axarından dayanır ki, görürsən ki, deyiləsi sözlər deyilmir. Elə şeylər var ki, onlar göstərilməlidir, cəmiyyətə çatdırılmalıdır. Amma çatdırılmır. Təmməlli güzbatından. Adam var ki, onu eləməyə imkanı da var, səriştəsi də var, amma deyir ki, nəyimə lazımdır, çox vacibdir mənə. Öz dərdim özümə bəs. Adım belə qoyub, soğuşub gedir. Allah canınızı sağ eləsin. Mən sizə təşəkkür eləyirəm. Mən sizə çox ürəkdən təşəkkür eləyirəm ki, bax maşallah, nə təmbəllik bilirsiniz, nə deyərdi, əsirgəmək bilirsiniz. Bax, belə axtarırsınız, arayırsınız, axtarırıq da indi bizi hamını gözü TikTok'da eşələyirlər. Onu eşələməyən adam yoxdur, nə qocası var, nə zamanı. Mən sizinlə fəxr eləyirəm ki, maşallah, elimizin bax bilənçiyinə bizim təmbəllik bilməyən Nurlanım. Çox sağ olun. Bu mənim, bax bu mənim axırıncı sözü. Çox sağ olun. Bizim də məqsədimiz odur, bölgə TV olaraq, bölgə TV komandası olaraq məqsədimiz odur ki, abidələrimizi, kəndlərimizi gəzək və onu bizi izləyən tamaşaçıların diqqətinə çatdıra. Necə ki, hələ ki əlimizdə imkan var. Bu imkandan maksimum istifadə eləyək. Çox şükür. Çox sağ olun. Kimsə bilməsə də kim biləcək, yəni. Bəli. Bəli. Siz biyaqları Savaldan soruşdunuz ki, o vaxtki toylarla indiki toyların fərqi nədir? Çox böyük fərq var. O vaxtı aşıqlar girirdi məclisə, ustadnamələr deyirdi. O ustadnamələr cavanların, ahılların, cahılların, yaşlıların beyninə həkk olurdu. Yəni Qarasaqqal sözü də bu cür yanaşsam, mən bunun isbatı bugün yəni qaynaqlarda, mənbələrdə yoxdursa da belə əsaslandırma kimi deyirəm ki, məsələn, Sakların məskəni kimi, Saklar da bizim üçün yabancı deyil. Saklar qədim türk tayfalarıdır və bunlar bilirik ki, eradan əvvəl 1-ci minillikdə bütün bu şimal coğrafiyasında, Albaniya ərazisində yaşayıblar. Yəni onlarla da bağlı, onlarla da əlaqələndirib kəndimizin adına bir uyğun bir fikir yürütmək mümkünatı var. Amma mən bu günlərim o fikrin üstündə dayanağa bilmirəm. Biz Sakuq, biz Türkük. Bu kəndin mənşə etibarilə buradakı əhali Türk mənşəlidir. Bunu heç kim deyə bilməz ki, bura kimsə hardansa köçəri, başqa bir nətər deyim, etnik qrupun nümayəndələri gələrək burada kəndləşib, məskunlaşıb. Bu qəbirdaşları da, burada təkcə bu deyil qəbirdaşları, şəhərlərdə də var. Yəni öz qədimliyi ilə qədimdaşlar çoxdur bəli. Bu yəni bu müəllim dedi bayağı dedi ilanlar olur orada. İlanlar bəli. Getmək olar başqa vaxtda inşallah. Nətər deyil, fəsil dəyişəndən sonra qış gələndə bir də çətinlik olmazsa bir daha qonağımız olarsınız, biz də daha geniş araşdırma aparıb, daha geniş məlumat verərik. Bu qəbirlər 300 ilə yaxın tarixi var qəbirlərin. Üstündəki yazılar ispat edir. Bu da demək ki, həqiqətən də Qarasaqqallı kəndi, qədim kənddir. Bəli. Siz burada məskunlaşmısınız. Bu kənd cəmaatı hardansa gəlib, yoxsa sırf buralı olub? Biz belə bir faktlarla yanaşsaq bu sualın cavabına. Məsələn, bizim cənubumuz, bizdən cənub tərəfə məsələn kəndlər var da. Bayaq mən adını çəkdim Karrar kəndi. Karrar kəndindəki o abidə isbat eləyir ki, bu günlərim ona belə bir fikirlə, mülahizə ilə çıxış etməyə imkan verir ki, orada bir ibadətgah varsa, orada bir qədim
nətər deyim, kümbəz varsa, kimsə Bəli. bunun qədimliyi ilə bəli, onun o müqəddəsliyinə inanıb bu insanlar oraya ibadətə gedirsə, deməli o tarixdə qədimdir. Bizim tariximiz qədər və deyilənlərə görə bizim kəndin əhalisi su ehtiyaclarını ödəmək məqsədi ilə daima şimala doğru, Girdimanın mənbəyinə görə köç edib. Məsələn, bugünkü gündə, hələ bugünkü Qarasaqqal əhalisinin özünün içərisində, məsələn, bugün bu yurtlarda deyilənlərə görə mənim müəllimlərim, məndən qabaqçı ağsaqqallar deyirlər ki, burada bağlar var imiş, burada meyvə bağları var imiş. Siz eşitmişsiniz, görərsiniz də bəlkə, məsələn, məktəbin həndəvərin... Mən atamdan eşitdiyimlə danışıram. Bu qəbirstanlıq ətrafı buradan kənd tərəfə qalın meşəli olub. Qalın bağ olub, bəli, meşəli. Usub kişinin bağı olub burada. Üzr istəyirəm, Cümşüd müəllim. Əşrəfin atası Usub olub. Söz deyil, meşəlik deyəndə həm də yəni istifadə üçün əkilmiş meyvə bağları olub. Bəli, meşəlik deyəndə təbii meşəlik yox. Bəli. Əkilmiş. Burada adamların bağları olub. Atamdan eşitdiyimə görə deyir, mən balaca uşaq idim. Mənim atamı Usub kişi qonaq çağırdı, mən də onun yanında getdim. Qəbirstanlıqdan bəri deyir, elə bir böyük bağ var idi ki, hətta insanlar ora girəndə çıxmağa bələd adam olmasaydı çıxa bilmirdi o bağdan. O qədər qəlinlik idi, o qədər belə... Bəli, üstə gəlmə əlavə üzr istəyirəm, sözünüzə qüvvət kimi. Məsələn, deyilənlərə görə hələ Sovet hakimiyyəti Azərbaycana gələndən sonra, kolxozlaşma prosesi 30-cu illərdə həyata keçəndən sonra 40-cı, 50-ci illərdə bizim bu Girdiman dediyimiz çay bu dərinliyində, indi onda yəni o çayı indi piyada keçmək mümkün deyil. Yəni kolxozlar bir olanda buradakı bağda olan ağacların üstünə çıxan, məsələn, mənim deyilənlərə görə mənim Nürsəməd babam olub, o deyirlərmiş ki, çıxıb burada kəndin bu su arxı deyilən, bu birbaşa bu su arxı Girdimandan gələn su arxıdır. Yəni bu təbii bir zolaqdır ki, buradan gedən su birbaşa Şirvan kanalından, yəni əvvəl ona kanala qədər Girdiman çayı olub. O çaydan götürülmüş bu qol düz şeyə qədər gedir. O dedim ki, dəmir yolun keçərək, Karrar dediyim kənd, Pirliyə qədər gedən, hətta bu arxlara bəli, Pirli arxı da deyirik də bəli. O arxın üstündə olan ağac, Ərəb Qubalıya buradan su gedirdi. Ərəb arxı. Girdimanın suyu buradan ora gedirmiş. Mənim pay torpağımın içindən keçir ora. Ərəb arxı deyirlərdi ora. Ərəb Qubalıya buradan getdiyinə görə Ərəb arxı deyirlərdi. Bu buradan deməli qabaq Girdimandan Dəhnədən götürürlərdi suyu. Bütün o kətlərdən qruplar şəklində adamlar gedirdi orada 10 gün, 15 gün briqada şəklində məsin atmağa. Bəli, qalırlardı orada Dəhnədə su bölüşdürmək üçün. Həm də məsinə qazmağa. Həm də məsinə qazmağa, o bəndin qabağını tutmağa, orada işlər görməyə. Onda mənbəyə oradan götürülüb, suyun Girdimandan götürülüb. Həm də üzr istəyirəm Cümşüd müəllim. Deməli, Girdiman bu torpaqlara can verir və burada belə məhsuldar torpaqlar olub ki, o bayaq dediyiniz kimi bağlar ərsəyə gəlir. Yadımdadır, yəni bir dəfə bağ sulayarlardı, qabaq, bir dəfə. Selabla. Bəli, bir dəfə sulayarlardı, Girdiman suyu belə idi ki, o qumu, dağın qumunu gətirirdi, ağacın dibinə yığırdı, orada nəmliyi saxlayırdı orada, düz yaya qədər, qışa qədər, ildə bir dəfə su vururlardı. Kürdəmirin ətinin dadı ən o başqa rayonlara baxanda dadlı olur. Bir də ki, indi bu heyvanın sağlam olmanın ziyarından da bilmək olur da, düzdür? Onun vaxtında quzuya ayda bir dəfə dəyirmanı var, onu verməlisən. Deyirəm, mən başqa rayonlardan, o dağ rayonlarından bura dincəlməyə gəlirlər bu aylarda. Kürdəmirə yayda dağ rayonlarından dincəlməyə gəlir. Bir də deyə bilərsiniz ona. Bəli, Kürdəmirə Şamaxıdan, Qəbələdən, qohum əqrəbə dincəlməyə gəlirlər. Sizin bu ferma təsərrüfatınız. Bəli. Həqiqətən də bura heç dağ rayonlarından da geri qalmır. Ağaca baxın. Biz bazardan ərzaq almırıq, deyərəm ki. Hamısını özünüz istehsal edirsiniz. Sütündən, yağından, soğandan, kartuşkasından, göğüvərçisindən belə hamısını bir ildən gələnlə hazır edirik. İstəyir özüm, istəyir yanımda işləyən köməkçilər. Həvəs var deyə gəzdiyə başlamam. Vaxt var deyə yoxurdum kələm şikəstə. Gedib o günlərim olmuşam xəstə. Valı bəs yandan
Bax, bayaq dediyim, simental nəhlərin məhsulundandır qaymağı, pendiri, o da arıların balından. Bu da bal. Deməli, əziz tamaşaçılar, bayaq göstərdiyimiz inəklərin qaymağıdır bu. Qaymağıdır bəli. Bu qaymaqdır. Deməli, bu qaymaq, bal qarışdırırıq buna. Allah, kim nə deyir desin, nə var kənddə var. Bu qəbirstanlığın tarixi 300 ilə yaxındır. Hal-hazırda. Bəlkə də çoxdur. Bu qəbirlərin üstündə mən naxışlar görürəm, yazılar görürəm. Bayaq deyəsən siz oxudunuz bunu. Burada nə yazılıb, neçənci il yazılıb? 1228-ci il tarixi 1200, orada. bəli. Bizim əsrlə neçə eləyir, bizim təqvimlə? Bu gün hicri tarixinin 1248-ci ilidirsə, əgər yox, 1448-ci ildir. Miladi ilə 1814-ə gedir, təsadüf edir. Yəni bu 1914, 2014. Bu yazılıb hicri tarixi ilə. Hə, 1228. 1248 indi hicri tarixi ilə 1448-ci ilə keçdik. İndi 48-ə keçdik. Bəli, 48-ə. Bu 2 əsr bundan əvvələ aid 2 olanlar. əsr bundan qabaq 2 il. Amma mən burada yerimdə qabaq molla vardı, gəlib burada qəbirstanlıqda hüzür düşəndə gəlib gəzirdi. O kişi oxudu 300 il rəqəm olan qəbir tapdı burada. 300 ilin rəqəmi Var, bəli, olar. Burada qəbirlər çoxdur. Əvvəl dəfn olunan məzar tapdı. Bunlar müəllim abidə deyək də bunlara. Bunlar tarixi abidələrdir. Bəli, Bu kəndin tarixi bəlkə də bu qəbirlərdə gizlənir. Bəlkə də. Hə. Amma bunların üstə araşdırılsa, oxunsa, məncə bir bura məlumat, Nəticəyə bir varma olar, bəli bəli. lövhəsi də qoyulsa ki, bu qəbirlər haqqında Azərbaycan əlifbası ilə yazılsa, Yaxşı məncə olar. daha məqsədə uyğun olar ki, məsələn, kəndə gələn məsələn qonaqlar da, kəndin məktəbli uşaqlar da gələndə bunların tarixini bilsin. Çünki hər adam ərib əlifbasını bilmir. Elə mən özüm də bilmirəm. Amma biz- Azərbaycan dilinə çevrilib yazılsa, tarixi yazılsa, burada yaşayan cəmaət də bilər ki, həqiqətən də qədim kənddə. Bütün bu qaranlıqların səbəbi elə ondadır ki, biz öz tarixi keçmişimizi öz yazımızla, yəni bu gün bu fürsət imkan yoxdur ki, hər kəs o daşları oxusun. Yəni bunun özünün bir mən belə bir məqsədə müvafiqdir ki, hər kəs üçün o əlifbanın əlçatanlığı təmin olunması. Yəni uşaqlara məsələn burada elə bir insan olmayıb ki, bu hər dövrün özün qeyd edə tarixini müəyyən eləyə ki, bu tarixdə, bu dövrdə indi siz çəkirsiniz. Allah köməyiniz olsun. Allah işinizə van Çox eləsin. sağ ol. Bir 50-60 ildən sonra sizin bu çəkdiyinizin qiyməti olacaq ki, yəni filan vaxtı filan şey, bu ağsaqqal adamlar bunu danışıb, yəni ki, görüblər, eşidiblər kimlərsə. Bəli. Mən indi bu kəndin tarixindən söz düşdü. Hərə yozumla bir rəvayət kimi bir şey deyir ki, biri deyir filan, biri deyir filan. Hərə bir cür. Mən də atamdan başqa cür eşitmişdim. O 96 yaşında rəhmət etdi. Hə, Allah rəhmət eləsin. O rəhmətli deyirdi ki, bu kəndin tarixi köçəri tayfalar olub, qışda gedirlərdi, yayda gedirlərdi, qışda gəlirlərdi bura. Gedəndə Gəncə ətrafında düşüblər bunlar. Bir nəfər xəstələnib bunlardan. Qoyublar ora, gediblər. Bir cavan qız xeyla xəstələnib orada, qoyublar burada əmanət kimi. Gediblər. Köçdən qaydanda görüblər ki, bu yaxşılaşıb. Götürüb gəlmək istəyəndə orada da bir dənə qara saqqallı adam olub. Bunu elə qara saqqallı adam kimi tanıyıblar. Adın bilən yoxdur, deyən yoxdur. Deyiblər ki, qara saqqallı. Ləqəb olaraq. Bəli, gəlib ora düşəndə deyiblər o qara saqqallı adamın burada yeri vardı. Xərc Hardadır? verin, gəlin müəllim. Onu göstəriblər. Həmən o adam o qızla evlənib və gəlib bura. Onun adı ilə qalıb. Eşitdiyimlə deyirəm. Yəni eşitdiyimə görə hərə bir üzrə deyir də. Çox təəssüf ki, bunu dəqiq o vaxtki tarixi müəyyən edən, Araşdıran yoxdur. Araşdıran, yəni yazıb qoyan, tarixi yazıb müəyyən edən bir kəs olmayıb. Ən çox da müəllim biz onda çətinlik çəkirik ki, tarixi tam araşdıra bilmirik. İndi ona görə deyirəm ki, məsələn bu günlərim bizim kənd bayaq Hacı doğru vurğuladınız. Məsələn bu qədim yaşayış məskənləri, yəni daha orta çağ, orta dövrə əhatə edən yaşayış yerlərindən biri kimi bu gün xatırlanır Qarasaqqal yaşayış məskəni kimi. Məsələn Sığırlı tarixi qədər demək olar ki, mən onlarla eşitdiyərəm. Məsələn, o coğrafiyadakı Sığırlı kəndinin tarixi ilə öz tariximizi bərabərləşdirərəm. Şamaxın Çuxur yurt kəndindən gəlib. Mən o şəhid dəfnində o nədir, aprel döyüşlərindən sonraki şəhid dəfnində mən orada qəbirstanlıqda iştirak etmişdim. Sığırlı qəbirstanlığında. Oradan Qaratəpə də var. Sığırlı qəbirstanlığından Qarasaqqal kəndi görünür. Əgər aramızdakı Girdiman çayı o qədər dərin olmasa, demək olar ki, əlaqəli kimi görünür ki, buradan bura nədir ki? Çox olsa 20 kilometr olar. Buradan nədir, quş baxışı yolumuz o qədər olar mən biləm.
Qəbristanlıq ərazisində belə bir bulaq da var. Çox güman ki, burada Şüfə Abbas qızı Muradovaya nəvələri tərəfindən ehsan. Deməli, hələ də bəzi kəndlərimizdə deyəndə ki, müxtəlif kəndlərdə beləncə adət hələ də qorunub saxlanılır. Mən deyərdim ki, ən yaxşı adətlərdən biri də budur ki, vəfat etmiş şəxslərin ehsanına bulaqlar tikilib istifadəyə verilir və kənd cəmaatı da bu ehsan bulaqlarından geniş istifadə eləyir. Əsasən də günün qızmar çağında. Əziz tamaşaçılar, Bərbala Əmin bağın gəzirik burada. Fermer təsərrüfatındayıq. Burada gözümə moruq sataşdı. Burada moruğu da var. Həqiqətən də baxın. Deməli, bizim torpaqlar bərəkətli torpaqlardır. Həqiqətən də çox keyfiyyətli torpaqlarımız var. Bu torpağın qədir qiyməti yoxdur ki, burada belə bir meyvələr yetişir. İndi bilmirəm, bundan başlayayım yoxsa bundan başlayayım. Birinci turşu yeyək. Çox turşu oldu, indi biraz şirinə keçək. Şip-şirin, qənd kimi, ətirli, Kürdəmir torpağında yetişən meyvələr, bax, belə olur. Dadlı və şirin. Bu da xartut deyirlər buna. Xartut. Bu, əsasən payız aylarında dəyir, turş olur, tut. Bunun bir dənə zəhmət olmasa qanına baxın. Bunun suyuna baxın. Qandır da bu. Bu ancaq bu arayan yox, bağladıq. Arayan quşlar var. Onları qolumaqdan ötürü sonra gecə rahat yatırsan, qoyursan ora dəqiqəsi var, 5 dəqiqəyə, 10 dəqiqəyə. Səhərəcən atır. Düz o balon qutarınca 2 ay gedir. Mən belə baxdım ki, raket oxşayır, dedim bu kişi naharı burada. Neçə dəqiqədən bir atır? Orada yeri var. İstəsən dəqiqə yarıma qoy, istəyirsən 5 dəqiqə, istəyirsən 11 dəqiqəyə. Hə, belə istədiyin qədər atır. Gecə yat, özü səhərəcən atacaq. Yat, sabaha kimi assın. Qurdu quşu qovlayır, ondan sonra bu deyə arayan quşlar var. Onlar qovlayır. Kəndi partladacaq bu kişi. Bərbala artıq kebab hazırlanır, düzdür? İyi də yayılır. Həmişə bərəkətli olsun süfrəniz. Nəvəniz də Allah saxlasın. Sağ olun. İndi burada kebabdır. Deyə kebab qanlı, igid canlı, düzdür? Burada da qazan var. Burada nə pişirmişsiniz? Soyutmat. Bu da quzu ətindəndir. Quzunun ətindən Maşallah. soyutmat. Bu bizim mətbəximizin soyutma da deyirik buna. Kələfur da deyən var. Şirəli də öz suyunda pişir. Ha da öz suyunda, öz dadında, tamında. Buna soğan vurulur, biber vurulur. Buna bir dənə soğan doğrayırsan, bölüb atırsan. Qalan öz dadında pişir. Bir dənə də limonu bölüb atırsan, çox su qoymursan, öz dəmi ilə pişir. Neçə saata pişir? Təxminən yarım saata 45 dəqiqəyə. Çünki ət də cavandır da, tez pişən ət olur. Tez pişən ət olduğuna görə, tez cavan olduğuna görə. Deməli, gələn qonaqlarınıza əsasən bu yeməkdən, bir də kebabdan istifadə edirsiniz və onlara pişirirsiniz. Belə, həqiqətən də beləncə yerdə qalmağına var, düzdür qardaş? Yemək burada, içmək burada, təmiz hava burada, su burada. Həvəs var deyə gəzdiyə bəsləməm. Vaxt var deyə yoxurdum kələm şikəstə. Gedib o günlərim olmuşam xəstə. Valı bəs yandan gələn mənim dəli könlüyəm. Dəli könlüm heç şad olub gülmədi. Quyruğu yeməyə nətər yeyirlər və gəlin, bax, bu quyruqdur. 72 il olacaq yaşım, baba, bax. İndi ziyan eləməyəcəksə, indi biz yesə bizə ziyan eləməyəcək. Qorxma. Yaxşı.
Mən buradayam. Asın. Bu gün olar ha. Heç sənə tamaşa quyruq. Hə. Qəşəngdir dadı. Bu soyutma ətdir. Ta qədimdən Qarasaqqallı kəndində bu yeməklər bişirilir. Sizin ağız dadınıza uyğundur bu yeməklər. Burada dediniz soğandır. Bir dənə soğan bölürsən, atırsan, bir dənə limon. Qarasaqqallı kəndində çəkişlərimizi yekunlaşdırırıq. Səhər saatlarından biz bu kəndə gəldik. İndi də demək olar ki, axşam tərəfidir, axşamüstüdür və çəkişlərimizi yekunlaşdırırıq. Çox maraqlı bir kənddir. Həqiqətən də adət-ənənələri ilə, mehriban qayıqkeş insanları ilə bu kənd gözəl kənddir. Mən təşəkkür edirəm Çox sizə. sağ olun, müəllim. Dediklərimiz yəqin ki, sizin çəkiliş yaddaşınızda qalacaq. Bəli, mütləq şəkildə. Bəli, indi bu gələcək üçün bir istifadə mənbəyi kimi istifadə edilərsə, bu tarixin izin batmağa qoymursunuz. Çox sağ olun müəllim. bəli, böyük bir iş görmüş Bunu hesab. belə çox böyük xeyirxahlıq Çox edirsiniz sağ ki, gələcək nəsil tanısın ki, indi məsələn elə yaşlı adam var ki, gördüyün danışır. Amma gələcəkdə bu xəzinə tapılmayacaq. Bəli. Hamı sıradan çıxacaq, onu görən olmayacaq. Elə deyilməyə görə deyəcəklər. Necə ki bizim kəndin tarixini deyilməyə görə deyirik. Onda da amma indi fakt var. Canlı adam var, sübut olacaq. Adam var indiki dövrü gözü ilə görür. Daha yaxşı olar ki, o gözü ilə görənin ağzından eşitsən ki, belədir. Birinci əl. Bəli, birinci əl. Çox sağ olun. Çox sağ. Minnətdarım. Həqiqətən də tamaşaçıları hər kənd yeni bir hekayənin başlanğıcıdır. Bugünkü gün bizim də hekayəmiz Qarasaqqallı kəndindən başlayır. Sana canım